2 gün olub, amma heç bir yemək verməyiblər, qidalandırmayıblar. Yəni bu adam hazırda acdır. Və yəni bu qədər olmaz da, yəni bu qədər zalımlıq olmaz da bir insana qarşı. Əhməd! Biz səninləyik. Özündən müqayət ol. Savar demişler, azad medya susturula bilmez. Düzdür. Əhməd Məmmədli barəsindəki həbs qətimkan tədbiri seçilməsinin təqdimat və vəsadətə baxıldı. Məhkəmə təmin elədi vəsadəti və 4 ay müddətində onun barəsində həbs qətimkan tədbiri seçdi. Eyni zamanda biz ev tutaqlıq vəsadət də qaldırmışdıq. Həmin vəsadət təmin eləmədi. Məhkəmədə də Əhməd Məmmədli bildirdi ki, o heç bir cinayət törətməyib, əslində zərər çəkmiş şəxs odur və o döyüldüyünü və üzərində xəsarətlərin olduğunu da məhkəməyə bildirdi. Ancaq məhkəmə bunların heç bir əhəmiyyət vermədi. Apellyasiya şikayəti verəcəyik. Öz bildirdi ki, heç bir cinayət törətməyib, əslində zərər çəkmiş şəxs odur. Bərk döyülübdür, sağ gözündə də xəsarətlər var idi. Kəskin döyülmüşdü və bədənində xəsarətlər də var idi, çox yorğun vəziyyətdə idi. Və bildirdi ki, onu yoldaş medianın fəaliyyətinə görə tutublar. 126.2.4-cü maddə veriblər və 221.3-cü maddə veriblər. Əhməd saxlanılarkən zorakılığa məruz qalıb, onu çox pis döyüblər. Onun gözündə də xəsarət var və vəkil də dediyi kimi halsız vəziyyətdədir. Çünki bu adama 2 gün olub, amma heç bir yemək verməyiblər, qidalandırmayıblar. Yəni bu adam hazırda acdır. Və yəni bu qədər olmaz da, yəni bu qədər zalımlıq olmaz da bir insana qarşı. Əhmədi tutarkən onlar Əhmədə yoldaş media ilə bağlı suallar veriblər və bildiriblər ki, onu yoldaş media ilə bağlı zorakılıqlar edirlər və böhtanda elə yoldaş mediaya görədir. Mən sadəcə bunu deyə bilərəm ki, ölkədəki bu vəziyyətdən də görsənir ki, hazırda bütün müstəqil medialar böhtana uğrayır və onlar istəmirlər ki, müstəqil medialar fəaliyyət göstərsin. Ona görə hər tərəfdən nəfəslikləri kəsirlər.